Kripto Azərbaycan izləyiciləri yeni bir video ilə daha qarşınızdayım. Dostlarım, keçən dəfə xatırlayırsınızsa, Telegramda belə bir post paylaşmışdım. Yəni ki, MetaMask airdrop paylayacaq və bu airdropa indi isə necə qoşula bilərik? Bunları sizlərə A-dan Z-yə izah edəcəm. İlk öncə bunu deyim ki, telefonunuzda, baxın, bunu sadəcə ən birinci telefonla edə bilərsiniz, kompüterlə yox. Telefonunuzda MetaMask'ı girin, yenileyin. Play Store'dan, App Store'dan veya MetaMask'ınız yoktursa özünüze MetaMask'ı yükleyerek yenileyin ve ondan sonra bu aşağıda görürsünüz ödüller, yani ki mükafatlar bölümü yazılıb. Bunun üzerine vuracaqsınız. Orada sizden dostlarım kod istəyəcək. Baxın, istəsəz bu kodu yazarsınız. 500 xal gördüyünüz kimi. 500 puan, nə belə deyim, 500 xal öndə başlayacaqsınız. Və sezon gördüyünüz kimi 85 gün indi burada screendə yazılıb. İndi amma 82 gün falan qalıb da, başa düşdünüz. 82 gündən sonra bu bitəcək. Başa düşdünüz. Yəqin ki, çünki artıq MetaMask'ın stabil valyutası, yəni dolları çıxıb, MUSD dollar, MUSD. Ola bilsin ki, dostlarım, onsda MetaMask'ın tokenini də gözləyirik. Ola bilsin ki, tokende 83 gündən sonra artıq paylanılmağa başlayacaq. Burada gördüyünüz kimi dostlarım, token baxın bu olacaq. İndi isə ön satışına bir sözlə airdropuna konkret olaraq necə qoşula bilərik? Hamıdan qabaq necə biz bunu əldə edə bilərik MetaMask tokenlərini? Bu videoda A-dan Z-yə sizlərə bunu izah edəcəm. Ancaq bir daha deyirəm dostlarım, baxın, unutmayın. Telefonla ilk öncə MetaMask'ınızı quraşdıracaqsınız. Bax, burada da referral kod var. Bu arada videonun açıqlama qismində də qoyacağım. Bunu aktivləşdirmədən, yəni edəcəyiniz hər hansı bir proses alınmayacaq. Başa düşdünüz? Girin buradan ödüllər panelini, yəni mükafatlar, baxın. Bu bölümü açın. Açın ki, ondan sonra xal yığa biləsiniz. Və burada gördüyünüz kimi səviyyə bölümü var. Bu səviyyəni təbii ki, dostlarım, keçməliyik. İndi isə qısaca bunları necə keçə bilərik? Gəlin videoya başlayalım. İlk öncə bunu deyim ki, dostlarım, MetaMask güvənli walletlardan biridir. Yəni ürək rahatlığı ilə işlədə bilərsiniz. Ancaq 12 hərfli gizli açar sözlərinizi heç kimə verməyin. Əgər kiməsə vermisinizsə, silin və təkrardan yeni bir özünüzə MetaMask yaradın. Yəni birjalardan da, ümumiyyətlə hər şeydən nədir? Ən güvənli MetaMask cüzdandır. Bunu hər zaman unutmayın. İndi isə MetaMask bizim üçün tokeni, airdropu çox önəmlidir. Nəysə, bu bir yerə. Burada biz əsas bu xalları necə qazana bilərik? Bunlara baxaq. Məsəl üçün, dostlarım, bazarda bir çox valyuta var. Deyək ki, sən buradan Algo, bu valyutanı satın almaq istəyirsən. Məsəl üçün bunu göstərirəm. Buradan indi bunun BP20 adresi yoxdur. Buradan Sky olsun. Bir dəqiqə. Bunun da BP20'si yoxdur. XDC, bu network'dur, bunun heç olmaz. Aha, nümunə üçün elə tapdım. Dashcoin'i seçməmişdim. PancakeSwap. Deyək ki, dostlarım, bazarda gördüyünüz kimi BNB zincirində olan bir çox, əlbəttə ki, kripto valyuta var. Məsəl üçün, birjadan alacağına, əgər ki, airdrop qazanmaq istəyirsənsə, MetaMask üzərindən bunu satın almalısan. Məsələn, bax, bunu kopyaladıq, burada BP20 adresinə kopyaladıq. Eynən, telefonda da baxın, bu qaydadadır. Buradan swap bölümü var. Swap'ın üzərinə bastıq. Mən indi bunu keçirdim BNB zincirinə. Aha, buradan gördüyünüz kimi artıq keçdik. BNB zincirinə və bura kontraktı qeyd edirik. PancakeSwap tokeni, məsəl üçün, almaq istəyirəm. 0.05, yəni 54 dollar edir. Gördüyünüz kimi 21.71 ədəd Pancake tokeni alacağım. Baxın bunu. İndi buna swap deyirik. Bir dəqiqə.
Gördüyünüz kimi artıq bu tamamlandı. Və dostlarım, sonra tokenlər bölümünə gələrəkdən görə bilərik ki, bizim əlimizdə aldığımız 54 dollarlıq kek tokeni var. Okey, yaxşı, bu öz yerində. Deyək ki, bazarda ön sıralarda olan valyutalara yatırım etmək istədik. Onu bu şəkildə MetaMask vasitəsilə edə bilərik, ekstra hallar qazana bilmək üçün. İndi isə gəlin belə edəyim. DEX-i açırıq, dostlarım, gördüyünüz kimi. DEX-dən seçirik BSC-ni. Seçdik buradan BSC-ni. Deyək ki, Mimcoin trade aparmaq istəyirik. Başa düşdünüz. Mimcoin trade aparmaq istəyirik və burada yeni əsasən valyutalarda seçə bilərik. Deyək ki, dostlarım, mən seçdim bu Mim valyutasını. Baxın. Daxil oluram MetaMask-a, buradan kontraktı kopyaladıqdan sonra. Buradan təkrardan BNB-nin üzərinə vururam, Swift, USDT yerinə kontrakt adresini yapışdırıram. Deyəm bir dəqiqə, bu niyə belə oldu? Mən bunu kopyaladım. MetaMask-a açdım. Buradan BNB, Swift sözünün üzərinə tıklayırıq. Niyə düzgün göstərmir ki? Buradan kopyalayaq. Kopyaladıq. Bir daha təkrardan swap'ın üzərinə vururuq. İndi dostlarım, özünüz də gördünüz, burada tokenin adını göstərmədir. Bunun üçün nə edəcəyik? Daxil olacağıq, yeni bir səhifə açacağıq. Və buradan Connection Wallet deyib MetaMask-la biz daxil olacağıq PancakeSwap-ə. Cüzdanımızı bağladıq. Gördüyünüz kimi cüzdanımız bağlandı. Deyək ki, bu tokeni satın almaq istəyirik. İndi nümunə üçün mən sizə göstərirəm dostlarım. Bura kontrakt adresini qeyd edirik. Və gördüyünüz kimi tokenimiz budur. Importun üzərinə bastıq. Riski qəbul etdik. Və nə qədər balansımızda görək nə qədər BNB qaldı. Deməli dostlarım, 49 dollarlıq BNB qalıb. Hər zaman 7-8 dollarlıq fi üçün, alım-satım üçün, pul göndərməsi üçün, yəni balansınızda mütləq şəkildə veçniyi BNB olmalıdır. Token alanda full balans həmişə çalışın, satın almayın. Yoxsa nə olacaq? Əlbəttə ki, dostlarım, yəni siz sonra onu sata bilməyəcəksiniz. Məcbursuz bir də təkrardan BNB hesabınıza göndərəsiniz. Ona görə qaz fiyini falan hər zaman ayarlayın, yadda saxlayın. Bir dəqiqəyə mən bu tokeni almayayım, başqasını alam. Alaq da alaq, onsa bazar bərbad vəziyyətdə də hal-hazırda. Bunu kopyalayaq. Bu biri tokeni alaq. Onsa uşaqlar, bazar bu dəqiqə çox ölüdür. Volümlərə falan baxanda özünüz görürsünüz. 0.03-5'lik. Deməli 38 dollarlıqda Polymint tokenini satın alıram nümunə üçün. Buradan qaz fi falan okey, normaldır. Bunu swap edirik, confirm swap deyirik. Yəni bu şəkildə dostlarım 82 gün falan boyunca günlük 200 dəfə alım satım etməniz məncə hesabınızı aktiv olaraq saxlayar. Belə 10 dollarlıq balansımızda BNB qaldı və bu tokeni satın aldıq. İndi buradan da bunu hesabımıza qeyd edək. Bu şəkildə aldığımız token də budur. Bunu aldıq. Yəni ki, belə dostlarım, siz də istəsəz MetaMask airdropundan baxın. Ən başda dediyim qaydada qoşulub bu şəkildə yararlana bilərsiniz. Videomuz bu qədər idi. Sağ olun, hələlik.